Hər vaxtınız xeyirli olsun, dəyərli dostlar, dəyərli izləyicilər. Xırdalan şəhərindən salamlayıram sizi. Daimin bir dənə qəşəng evi çıxıb, əla bir evi. Deməli, 3 otaqlıdır, kupsalı, həyətinə maşın girən, evin sahəsi 75 kvadrata yaxındır. Kupsada da yəni elə yazılıb. Səhv eləmirəmsə 74.4-5-dir, yəni bu rəqəmlərdədir. Yəni kupsada o cür yazılıb. 3 otaqlıdır. Bax, bura giriş hissəsidir. Burada kombi xəttlərinə qədər çəkilib. Evin ən gözəl özəlliyi nədir? Deməli, yuxarı hissəsi betondur, betonla tökmədir. İkinci mərtəbəni gələcəkdə qaldırmaq olar. Kim istəsə qaldıra bilər. Buradan girə, bax, giriş hissədə burada sanitar qoşağıdır. Bəzi əşyalar da evdə qalacaq. Yəni, nə qoyulubsa burada, bunlar qalacaq əşyaları. Bax, bu yataq otağıdır uşaqlar üçün. Yəqin ki, bu uşaqlar üçün nəzərdə tutulub. Bu əşyalar evdə qalacaq. Termosuna qədər var. Orada. Burada da böyüklər üçün nəzərdə tutulmuş yataq otağıdır. Koridor sistemidir, qaşan bu. Bu oxşayır elə bir Leningrad proyektinə. Burada qonaq otağıdır. Və bütün əşya, lüstruna qədər. Qoşa daşla tikilib. Hər tərəfdən açıqdır, yəni. Əla təmirlidir evimiz. Qiymətini açıqlayacağım. Gəl bura qardaş, bu mətbəxini də çəkək. Və belə bir geniş mətbəxi də var. Pəncərəsinin qarşısı da açıldı buradan. Keçəcəklə. Qiymət 68.000 manat. Real müştəriyə ev sahibi tərəfindən gəlib baxandan sonra danışa bilərsiniz qiymətdə. Ola bilər ki, endirim, cüzi endirim olunsun. Kupsalıdır. Yerləşməli Xırdalan şəhəri Xəzinə Palas Şadlıq Sarayının üzbəüz olan küçədədir. Əla bir yerdədir, nəmişlik olmayan. Çox gözəl bir yerdədir. Kanalımıza abunə olun, videonu bəyənin. Marşrut da tam yaxınlığındadır. Sağ olun, minnətdarım.